9-cu sinifdən 3-cü unitə gəldik. Burada grammar bankımız nə barədədir? So, neither, nor, do I. So, do I, neither, do I. Yəni ki, qısa cavablar barədə. Burada nə yazıbdır? So plus nə olmalıdır? Be feili, modal feil, auxiliary, yəni köməkçi feil plus subject. Mean mənası in the same way, eyni ilə, as well, həm də, or to, yəni həmçinin. Yəni mən də, heç mən də, həmçinin mən də, yəni bu mənada. Və burada sizə nəyi göstərmək istəyir? Onu göstərir ki, so'dan sonra hansısa feil gəlir, sonra subject gəlir. Görürsünüz? Feil subjectdən qabağa keçir. Bu nə deməkdir? İnversiya deməkdir. Yəni göstərmək istəyir ki, qısa cavabda so işlənəndə inversiya baş verir. Və so təsdiqin qısa cavabıdır. My brother is a newsreader. So is my dad. Elə mənim atam da. My dad is also a newspaper. Newsreader. Mənim atam da, yəni oxuyandır. Görürsünüz? So cümləsini also ilə də vermək olar. So ilə olsun fərqi nədir? So qısa cavabın əvvəlində gəlir və inversiya tələb edir. Amma also qısa cavabın ortasında gəlir, inversiya tələb eləmir. Also cümlənin axırında gəlib cümləni bitirə bilməz. O mütləq cümlənin ortasında olmalıdır. Also əsas feildən əvvəl, köməkçi feildən sonra gəlir. Görürsünüz? Is also köməkçi feildən sonra gəldi. My grandparents get some dose of sad news every day. So do my parents. Burada yəni biz demişik ki, əsas cümlədə hansı feil və ya zaman verilibsə, biz eynisi ilə qaytarmalıyıq. İndiki zamandası dudaz veririk, əmizadsa əmiza veririk, vozvətsə vozvə veririk, gələcəksə shall, will, keçmişə nəzərsə should, would, hansı modalsa modalın eynisi ilə qaytarırıq, təsdiqə təsdiq, inkara inkar veririk, yalnız but olanda tərsinə veririk ki, inkara təsdiq, təsdiqə inkar. Bunun hamısını öyrənmişik, düzdür? Başqa nümunə, I must find ways to stop doom scrolling. Doom scrolling nədir? Boş-boş internetdə fırlanmaq. So, must I. Must-la veribdir. Yəni, hansı modal verirsə, ondan da qaytarır. I also must find. Görürsünüz? Burada artıq also cümlənin ortasındadır. Modaldan qabaq gəlibdir. Çünki modal elə bir sözdür ki, also-nu özünə sonra götürə bilmir. O gərək also modaldan qabaq gəlməlidir. Başqa köməkçi olsaydı, başqa köməkçidən sonra gələrdi. Sonra görək nə yazıbdır? Neither və ya nor. Be, modal, auxiliary. Auxiliary nədir? Köməkçi feil, sonra subject. Yəni burada da göstərir ki, qısa cavabı, yəni inkar qısa cavabını neither ilə və ya norla başlayırıqsa, onda feil subjectdən əvvələ gəlir. Yəni ki, bunlar da inversiyanı tələb eləyir. She isn't a good listener. Neither is her brother və ya nor is her brother. Görürsünüz? İnkara inkar veribdir. Neither və nor qısa cavabın əvvəlində gələndə inversiya mütləq olmalıdır. Bərabərdir nəyə? Her brother isn't a good listener, virgül, either. Either ilə neither qısa cavabda bir-birinin tayıdır. Fərqi odur ki, neither və ya nor cümlənin əvvəlində gəlir, either inkar cümləsinin sonunda gəlir. I can't watch a movie if there is a violence in it. Neither can my sister və ya nor can my sister. Görürsünüz? Modalı modaldan qaytarıbdır. I don't like watching sad things. Neither do I, nor do I. Yəni, dudazla verilibdir deyə, dudazla da qaytarır. We also use qeydi var ki, not və either, yəni inkardan sonra either-ni də, when we want to give a negative meaning, yəni neither, nor əvəzinə inkardan sonra either də verə bilərik. She isn't a good listener, her brother isn't either. Yəni, inkar və inkarın sonunda either gəlməsi. Sonda either-nin gəlməsinə diqqət edin. Either mütləq inkarın sonunda gəlməlidir. Təsdiqin sonunda gələ bilməz. Bax, burada common mistake nədir? Her brother isn't also. Bax, bu səhv cümlədir. Niyə? İki cür səhv var. Birincisi, also, inkarın yox, təsdiqin sözdür. İkincisi, also, cümləni sonlandıra bilməz. Also, cümlənin ancaq ortasında gələ bilər. I haven't ever used my phone more than 1 hour a day. I haven't either. İnkarın sonunda either gəlib.
Biz onu nice have I və ya nor have I kimi də verə bilərik. Amma I haven't also verə bilmərik. İki səbəb var. Birincisi, also inkarda gəlmir. İkincisi, also təsdiq cümləsində işlənən sözdür. İnkar cümləsində işlənmir also. 10-cu sinifdən 3-cü unitə baxırıq. Burada nə haqqındadır? Special cases with tag questions. Yəni ayrıca suallar barədə xüsusi məqamları bizə vurğulamaq istəyir. Görək bizə nə öyrədəcək burada. Imperatives əmr cümlələrinə baxırıq. Əmr cümlələri. A tag after an imperative clause softens the imperative a little. Yəni əmr cümləsindən sonra, əmr cümləsinin sonunda tag question'ın verilməsi o deməkdir ki, həmin əmr cümləsini daha yumuşaldırıq. Çox kəskin səslənmir, daha yumuşaq səslənir. We mostly use will with imperative tags. Biz əmr cümlələrinə tag question düzəldəndə adətən will cümləsinə istifadə edirik. Don't laugh, will you? It's not funny at all. Gülmə, yaxşımı? Heç gülməli deyil ha. Open the door, will you? Qapını aç da, yaxşımı? Olarmı? Belə olur da mənası sanki. Öz dilimizdə yəni necə təbii səslənir o cürdə tərcümə eləyə bilərik. Yəni dillər bir-birindən fərqlidir. Hərf bə hərf tərcümə eləməyə ehtiyac yoxdur. Hansı dildə necə təbii səslənir o cürdə tərcümə eləyə bilərsiniz. Yəni qətiyyən o barədə sıxıntı yaşamayın. Qapını aç da, açarsanmı? Belə də demək olar. Görürsüz, əmri daha da yumuşaq elədi. Gülmə də, yaxşı. Daha da yumuşaq elədi əmr cümlə. Bir var deyək ki, gülmə də, kobud səslənir, amma axırda bir yaxşı, bir demək biraz, yəni aranı daha da yumuşaldır. Suggestions. Görə burada nə deyir təkliflər barədə? If the sentences start with let's, we use shall in the tag. Let's nə deməkdir? Gəlin filan şey eləyək deməkdir. Yəni təklif cümləsidir də, əmr cümləsidir, amma mənası təklifi bildirir ki, təklif edirsən ki, gəlin nəsə eləyək. Burada da let us əvəzliyinə yönəldiyi üçün shall we olur. Shall we? Let's have some lunch now. Gəlin bir nahar eləyək də. Eləyəkmi? Shall we? Edəkmi? Note, qeydimiz var. If in the first part of the tag question we use let me, let him, let her, let them, etc. Then in the tag we use will you. Fikir verin. Bu shall we işlənməsi yalnız let's olmağa aiddir. Let's-ə aiddir. Çünki bu nədir? Asdır da. Let asdır. Let's. Yalnız let's barədə bu shall we işlənir. Amma digər letlərdə let me, görürsüz, bitişik deyil, ayrı-ayrıdır. Let him, let her, let them. Burada şəxsin olması vacib deyil. Bax, bu şəxslərin olması vacibdir. Əsas məsələ odur ki, let verilibdir. Let nədir? Əmr cümləsində olan fiildir. Let əvəzinə olsun go, come, do və s. Hər hansısa bir əmr fiili olduğu kimi let fiili də adi bir fiildir və əmr formasındadır. Əmr cümlələri də bilirik ki, you-ya yönəlir. Əmr cümlələri you-ya yönəldiyi üçün onun ayrıcısı will you olur. Will you. Əmr cümləsinin özündə you mübtədası işlənmir. Amma biz bilirik ki, əmr cümləsi yalnız you mübtədasına yönəlmiş olur. You şəxsinə yönəlir. Ona görə də biz orada gözümüzlə you görmürük. Orada you gizlənmiş olur. Və ona görə ayrıcısı will you olur. Ona görə də let feili müstəqil şəkildədirsə, asla bitişməyibsə, müstəqil şəkildədirsə, digər feillərdə olduğu kimi let feili də adi bir feildir. Ayrıcısı will you olacaq. Yadımızda qaldı. Yalnız let şəklində olanda, let's şəklində olanda shall we olur. Digər hallarda let müstəqil tək başına işlənibsə, ayrıcısı will you olur. Let him help you, will you. Let me finish my meal, will you. So, digər let's-lə səhv salmırıq bunu. Negative words, inkarlar barədə. If in the first part of the tag question we use words such as rarely, never, seldom, unlikely, etc. will form a positive tag.
Nə deməkdir bu? Yəni tag question necə verilir? Təsdiqə, inkar, inkara, təsdiq belə verilir də, arasında da vergül olur. Mütləq. Təsdiqə, inkar, inkara, təsdiq. Ona görə də deyir ki, yəni bizə verilən hissə inkardasa no, not. Sonra hansı var? Neither, nor. Bunlar sırf inkar kəlmələrdir də. Və never özü də sırf inkar kəlmədir. Rarely, seldom, unlikely, few, little. Bunlar da negativliyi bildirən sözlərdir. Bu kimi negativ sözlər birinci hissədə verilibsə, deməli o hissə inkardır. Ona görə də inkarın ayrıcısı təsdiq şəkildə olacaq. Nümunələrə baxaq. He rarely forgets visiting his grandparents. Virgül. Does he? Birinci tərəf inkardır. Deməli burası müsbət olacaq. Hansı köməkçi verilibdir? Forgets. İndiki sadə zamandır. Deməli s var deyə does-la qaytaracağıq. You will never. İnkardır. Deməli burası müsbət olacaq. Hansı köməkçi var? Will. Deməli will'in özü ilə də qaytaracaq. Will you? He seldom keeps. Seldom nədir? İnkardır. Burası təsdiq olacaq. Keeps. S var. Deməli does-la qaytarırıq. Hansı köməkçini görürsə, eyni köməkçi ilə qaytarırıq. Əgər köməkçi görmürüksə, do does did ilə qaytarırıq. O da feilin zamandan asılıdır. Feil indiki zamandadırsa, s yoxdursa, do ilə qaytarırıq. Feil indiki zamandadırsa, s varsa, does ilə qaytarırıq. Feil keçmişdədirsə, did ilə qaytarmalıyıq. Tags with the first person singular of to be. First person singular nədir? İndiki şəxsin təki, yəni I. İndiki şəxsin indiki nə idi? Birinci şəxsin təki I əvəzliyidir, yəni mən və I əvəzliyinə to be feilinin işlənməsi, yəni I am. Bizə birinci tərəfdə I am verilirsə, orada ayrıca necə olacaq? If the first part of the tag question we use I am, then in the tag we change I am to aren't I. Əgər cümlənin birinci tərəfində I am verilirsə, tag hissədə aren't I verilir. Burada nə əcəb obrusunu yazmayıb? Aren't I olmasa belə verə bilərik. Am I not? Bax belə, tag question. Yəni I am-in iki cür tagı ola bilər. Aren't I və am I not? Burada bu unitin qrameri bitir. Təbii ki, tag question barədə biz uzun-uzadı dərs keçmişik, nöqtə virgülünə kimi hər şeyi öyrənmişik. Burada da demək olar ki, yeni heç bir şey görmədik. Sadəcə öyrəndiyimizi təkrar etdik. Çox gözəl.